Yaxşısı budur da xoş gördük. Bugünkü efirimizdə qədimdən bəri həm qida kimi, həm də təbii müalicəvi xüsusiyyətinə görə sevilən heyva haqqında məlumatları bir araya toplamışıq. Qışda soyuq dəymənin, kəskin öskürəyin, boğaz ağrılarının ən yaxşı dərmanı hesab olunan bu meyvə haqqında daha geniş məlumatları almaq istəyirsinizsə, yaxşısı budur, diqqətiniz bizdə olsun. Soyuq dəymə zamanı heyvanı necə qəbul etmək lazımdır? Heyvanı hansı formada yedikdə arıqlamaq olar? Bu meyvəni niyə ürəyin dostu adlandırırlar? Heyvanı milli xörəklərimizdə necə istifadə edirlər? Cavan qalmaq üçün bu meyvənin kosmetoloji faydası nədir? Məşhur qonağımız heyvanı hansı xüsusiyyətinə görə qida rasionundan əksik etmir? Az sonra yaxşısı budur da. Heyvanın elmi adı Sidoniyadır. Yunanlara məxsus bu adın maraqlı tarixi var. Belə ki, hələ eramızdan əvvəl 7-ci əsrdə Yunanlar heyvanı Krit adasında becəriblər. Bu meyvələrin dadı və gözəlliyi xoşlarına gəldiyi üçün Yunanlar ona Sidoniya şəhərinin adını veriblər. Tarixi mənbələrə görə qədim Yunanlar qızlarına toy günü heyva yedirərdilər ki, Afrodita kimi sevgidə xoşbəxt olsunlar. Heyvada olan B, C, A vitaminləri insan üçün vacibdir. C vitaminləri soyuq dəymədən qoruyur. B, B12 kimi vitaminlər isə insan orqanizminə daha lazım bir vitamindir və eyni zamanda mədə və bağırsaqda həzm prosesini bişmiş heyva daha da rahatladır. Buna görə də heyvadan bişmiş halda istifadə etmək daha məsləhətdir. Heyvada yeri gəlmişkən bir də nə üstünlüyü var? Lif və dəmirlə zəngin olduğu üçün qan azlığına da faydalıdır. Yəni qanın artırılmasına da faydalıdır. Qanı çox olan insanlar heyvadan çox istifadə etməyi məsləhət görürlər. Heyva ümumiyyətlə unikal saya biləcəyimiz meyvələrdəndir. Çünki tərkib o qədər zəngindir ki, hətta biz heyvaya vitamin kompleksi deyə bilərik. Nəyə görə? Çünki C vitamini böyük dozada vardır, pektinlər vardır, mineral kali vardır və B qrupa vitaminlər vardır. Antioksidantlar kifayət qədər zəngindir ki, və buna görə də bunu bir sıra sistematik olaraq hər orqanların xəstəliklərində təyin edə bilirik. Pektin və liflərdən zəngindir və bu zənginliyinə görə də bağırsaq üçün çox müsbət xüsusiyyətləri vardır. Xüsusən də qastritdə istifadə olunur. Eyni zamanda bağırsaq mikroflorasını qorumaqda istifadə olunan gözəl bir meyvədir. Heyva meyvəsinin elmi adı Sidonia oblonga sayılır. Heyva meyvəsinin toxum yatağı və toxumlarından isə selik maddələrlə zəngin olduğu üçün bəlğəm çıxarıcı, bronx yollarının iltihabında və immun sistem güclənməsində rol oynayır. Eyni zamanda iltihab əleyhinə gözəl bir xüsusiyyəti vardır. Həm mədə-bağırsaq iltihabında, eyni zamanda sidik çıxarıcı yolların, böyrəyin iltihabında da istifadə oluna bilən bir meyvədir. Heyvanı müalicəvi və profilaktik vasitə kimi skleroz, pankreatit, hipertoniya və anemiya kimi xəstəliklər zamanı istifadə etmək olar. Heyva güclü sidik qovucu sayılır. Bu səbəbdən müxtəlif sidik ifrazatı sistemi xəstəlikləri zamanı çox xeyirlidir. Mədə-bağırsaq sistemində problemi olan insanlar da bu meyvədən faydalana bilərlər. Heyva mədə turşuluğunu balanslaşdırmağa kömək edir. Çünki tərkibi pektin və liflərlə zəngindir. Parda az bişmiş heyvanın özünü də yemək turşuluğu neytrallaşdırma qabiliyyətinə malikdir ki, bu da mədə-bağırsaq xəstəliklərində belə gastroprotektor rolu oynaya biləcək bir xüsusiyyəti ilə əlaqəlidir. Və eyni zamanda B qrup vitaminlər çox zəngin olduğu üçün sinir sisteminin xəstəliklərindən də əziyyət çəkənlər üçün çox faydalıdır. Tərkibində glukoza, fruktoza, yəni paralel miqdarda paylandığı üçün bunu, yəni miqdarında qəbul etdikdə də kalorisi aşağıdır və şəkər dalğalanmasını da əmələ gətirmir. Antioksidantlarla çox zəngin olduğu üçün immunomodulyator saya bilərik. Yəni immun sistemini müdafiə edən ən əsas meyvələrdəndir. Heyvanın tərkibində olan pektin eyni zamanda mədə üçün faydalıdır. Amma
bişmiş halda. Çiğ halda mədədə olan xoralar üçün təhlükəlidir. Heyvanı ac qarnına yemək məsləhət görülmür ümumiyyətlə. Çünki heyvada olan xüsusi bu maddələr mədəyə zərər verə bilər. Heyvanın tərkibində olan tanin mədənin daha sağlıqlı qalmasına köməklik göstərir. Çünki həmin onun tərkibində olan jelatinlər mədəni sıvıyaraq daha sağlıqlı olmasına dəstək olur. Ən faydalısı isə közdə bişmiş və ya buxarda bişmişi daha faydalıdır. Bir çox bölgələrdə heyvanı müalicə məqsədi ilə geniş istifadə ediblər. Məsələn, heyva ağacının qol budaqlarının qabıqlarını soyub qurudur, sonra ondan çay hazırlayıb soyuq dəymə zamanı içiblər. Toxumlarını isə ilıq suda dəmləyib bəlğəm gətirici və sinə yumşaldıcı dərman kimi qəbul edirdilər. Ağacının qabığından, toxum yatağı və toxumlarından və heyva meyvəsinin yarpaqlarından da istifadə oluna bilər. Dərman bitkisi kimi. Eyni zamanda çiğ heyva orqanizmdə qəbizliyə kömək etdiyi kimi, eyni zamanda bişmiş heyva isə ishalı aradan götürür. Heyvan dəmlənməsindən yanaşı heyva mürəbbəsindən də istifadə oluna bilər. Burada bir şəkər xəstələri ehtiyatla davranmalıdır. Amma ümumilikdə heyva meyvəsi üçün mövsümi xəstəliklərlə bağlı olaraq, yəni orqanizmdə hər hansı virus yoluxma riski varsa, o cəhətdən də heyva meyvəsi dəmləməsinə istifadə etmək təbii ki, bu yoluxmanın qarşısını almış olur və immunomodulyator kimi böyük bir aktivliyə malik olan bir meyvədir. Heyvanın toxumunu dəmləyib, onun bir qatı şərbət formasına gələcək öz-özlüyündə. Sadəcə bir yarım stəkan suda, bir çay qaşığı həcmində heyvanın toxumunu götürüb, bunu dəmlədikdə, biraz qalıb soyuduqdan sonra görəcəyik ki, o qatı bir jelatinə bənzər bir hal alır və bunu bəlğəm gətirici olaraq uşaqlara, böyüklərə, hər kəsə verə bilərik. Dediyim kimi, o bəlğəm gətirici deyək ki, bir çay qaşığı həcmində gündə 2-3 dəfə qəbul edilə bilər. Meyvənin özünün tərkibində B qrupa vitaminlər çox olduğu üçün sinir keçiriciliyini artırır. Yəni sinir xəstəliklərində sinir sistemini müdafiə edici olaraq qoruyucu bir funksiyasını idarə etdiyi üçün antidepressant rolu da oynaya bilir. Yəni təbii antidepressant. Heyvanın özünün sarı rəngdə olması da bundan xəbər verə bilir ki, tərkibində serotonin də vardır. Yəni xoşbəxtlik hormonunda ihtiva edir. Yəni orqanizmamızda xoşbəxtlik hormonunun sintezində də bilavasitə yardımcı rol oynaya bilir. Bronxial asma xəstəliyi zamanı heyva yarpaqlarının dəmləməsi gözəl təsir göstərir. Yarpaqları ilə birlikdə bu meyvənin cavan budaqlarından dəmlənmiş çay isə ürək ağrısı zamanı sakitləşdirici, eləcə də qan təzyiqini aşağı salan vasitə kimi içilir. Heyvadan hazırlanan məhsullar hələ qədim zamanlardan təbii müalicəvi vasitə kimi istifadə olunub. Elə bu meyvədən hazırlanan mürəbbə də ürəyi zəif olanlara faydalıdır. Heyva dəmir mikroelementi ilə olduqca zəngindir. Buna görə heyva qan azlığına kömək edə bilər. Uşaqlara da heyva şirəsi vermək yaxşıdır. Meyvənin daimi qəbulu orqanizmdə pis xolesterinin azalmasına kömək edir. 2 dilim heyva meyvəsi götürülür, bir xörək qaşığı qurudulmuş heyva ağacının qabığı və eyni zamanda bir xörək qaşığı heyva meyvəsinin yarpaqları götürülür. Hardasa 3 stəkan su ilə 600 ml su ilə dəmlənilir. Hər yeməkdən əvvəl 1 stəkan qəbul olunur. Təbii ki, bu dəmləmə orqanizm üçün detoks rolunu oynayır. Həm immun sistemi aktivləşdirir, həm də çəki nəzarət sistemini oynayır. Amma heyva toxumları və toxum yatağının isə bir yerdə dəmləməsi isə bəlğəm çıxarıcı kimi gözəl bir vasitədir. Heyva meyvəsi özünün dəmləməsi, tək meyvənin özünün dəmləməsi qastrit zamanı çox böyük faydalıdır və qəbizlik üçün də istifadə oluna bilər heyva meyvəsinin dəmləməsindən. Heyvanın yarpaqlarından çay dəmlənir, çox müalicəvi, əhəmiyyətli bir çay hesab edə bilirik. Heyvanın özünün tək meyvə kimi yeməkdən əlavə, hətta qurudub quru meyvə formasına da sala bilərik və eyni zamanda indi mürəbbələr əslində çox da aksent etmədiyimiz, çox da haqqında müsbət rəy söyləmədiyimiz qida qrupu da olsa, amma heyva cemləri, yəni şəkər qatılmadan öz şəkərindəki tərkibində qlukoz və fruktoz vardır. Ondan cem də hazırlanması uşaqların deyərdim ən
ən sevimli qidasına çevrilə bilir. Kali mineralda olduğu üçün bu hətta kardiomodulyator sayı bilərik. Yəni ürək xəstəliklərində qoruyucu bir funksiyanı daşıyır. Təzyiqi yüksək olanlar üçün təzyiqi aşağı sala bilir. Bu da onun turşməzə dadı ilə əlaqəlidir. İnsanda bilirsiniz, maqnezium zəif az olduğu halda nə olur? Stres olur, əsəb olur, gərgin olur. Heyvanın ən gözəl üstünlüyün biri də odur ki, maqneziumla zəngindir. Bu isə insanda olan stres, gərginlik, hətta yuxusuzluğun aradan qaldırılmasına köməklik edir. Heyvada olan kalsium sümük üçün vacib olan bir mənbədir. Buna görə də heyvada kalsium olduğu üçün həm yaşlılar çox istifadə etməlidir. Çünki kalsium qıtlığı adətən 45 yaşından sonraki insanlarda daha mövcud olur. Buna görə də heyva istifadə etmək vacibdir. Eyni zamanda üzvü turşular. Üzvü turşular mədədə həzm prosesini gücləndirir. Antioksidant xüsusiyyətləri nəinki yaşlanmanı gecikdirir, toksinləri qovur, hüceyrələrimizi yeniləyir. Eyni zamanda həmin antioksidantlar bizim immun sistemimizi müdafiə edir. Çünki antioksidant nədir? Toksinləri qovur və bütün bu antioksidantlar bizim xəstəliklərlə mübarizə etməmizdə ən vacib, yardımçı, deyək ki, molekulalardır. Həm bizi cavan saxlaya bilər, həm bizi gözəl saxlaya bilər, həmin o cavanlığın içərisində dəri, saç, dırnaqlara da faydalı ola bilər. Çünki hüceyrələr ki, yenilənir, saç hüceyrələri, dəri hüceyrələri, dırnaq hüceyrələri yaşayır, yəni qocalmır. Heyvan tərkibində olan A vitamini, yəni beta-karotin, gözaltı qırışları, cildin gözəlliyini, dərinin saflığını, eyni zamanda qocalmanın qarşısını alır. Bu arada bildiyimiz kimi heyva turşusu da qoyurlar, amma turşusunun iki üslubu var. Bir var sirkədə turşu qoymaq, bir var duza yatırmaq. Duza yatırdığımız zaman bunun faydası qalmır. İstənilən halda zərərli bir, faydalı qidamız zərərli bir qidaya çevrilir. Amma sirkədə olduğu vaxt bu daha faydalı bir qida məhsuluna çevrilir. Bunun üçün ən yaxşı sirkəli heyvanı yeməkdən sonra yemək lazımdır. Ki, mədə boş olduğu halda mədəyə zərər verə bilər. Tox olduğunuz zaman həzm prosesini gücləndirir və eyni zamanda qanın durulmasına da fayda alır. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. Heyva bişəndə çəhrayı rəng alır. Bu nadir hadisədir. Dünyada çox az meyvə bişdikdə bu cür rəngini dəyişir. Onun rəng dəyişməsi antosianin adlı maddələrin aktivləşməsi ilə bağlıdır. Heyvanın tumundan isə təbii kosmetik vasitə kimi Yaponiya və Koreyada istifadə olunur. Onlar meyvənin tumunu dəmləyib suyunu dəriyə vururlar. Heyvadan qədim zamanlarda kosmetologiyada geniş istifadə olunub. Belə ki, kosmetoloqlar heyva şirəsini yağlı dərinin təmizlənməsi üçün, eləcə də çillərlə mübarizədə tətbiq ediblər. Bu sadə üsul dərinin yağlılığını azaldır, onu təmizləyir, daha hamar və parlaq edir. Saçların yağlılığını azaltmaq üçün də heyva yarpaqları və toxumları ilə hazırlanan dəmləmələrdən istifadə edə bilərsiniz. Hər gün təmiz saçları bu dəmləmə ilə yaxalasanız, bir müddətdən sonra onlar daha sağlam və parıltılı görünəcəklər. Milli mətbəximizdə heyvadan müxtəlif yeməklərin hazırlanmasında istifadə olunur. Bu dəfə aşpazımız Ceyhun bəy bizə heyva dolmasının hazırlanması ilə bağlı sirlərini bölüşdü. Heyva haqqında bir çox yeməklərimiz, reseptlərimiz var ki, mən sizə indi onun dolma hazırlaması qaydasını təqdim edəcəm. Bizə lazımdır quzu əti. Siz bunu faş edə bilərsiniz, xırda-xırda doğraya da bilərsiniz. Soğan, kişmiş, keşniş, şabalıt, tut doşabı və nar şirəsi. Sözsüz ki, heyvanın özü. İlk növbədə biz quzu ətini
üzərinə soğan əlavə edib, qarışdırıb bir yerdə qovururuq. Qovurduqdan sonra biz ora əlavə edirik şabalıtı, sonra kişmişi, daha sonra isə keşnişi. Bu qarışımı gözəlcə bir yerdə qarışdırıb farşımızı hazır edirik. Və heyvanın içini ovub təmizləyirik. Bu formada qaynar suya qoyub heyvanı bişiririk. Bəli, heyva artıq bişib hazırdır. Sizə təqdim eləmək istəyirəm və ət də qovrulub hazır etdik və yeməyin adından bəlli olduğu kimi dolma, yəni doldurmaq prosesi. Bəli, sual doğurur ki, məhz doşabla narın burada nə işi var? Bəli, narı və doşabı, nar şirəsini və doşabı su əlavə edib qəşəng bulyon əldə edirik ki, bu əldə etdiyimiz gözəl məzunu əlavə edib içində 15-20 dəqiqə parlandırırıq. Deməli bizə, dediyim kimi, məzunu hazırlamaq üçün qaynar su, bizə lazımdır nar şirəsi və bizə lazımdır doşab. Dolmamız artıq hazırdır. Mükəmməl dad əməyə gəlib. Bu dadı bilmək üçün mütləq bu yeməyi hazırlamalısınız. İş olsun dostlar. Deyilənə görə heyva pəhriz məhsuludur. Çəki atmaq məqsədi ilə istifadə olunan pəhrizlər zamanı bu meyvəni tükətmək çox yaxşı nəticə verir. Elə isə gəlin görək, bu doğrudur? Əgər insanlar tez-tez çay içirlərsə, tez-tez kofe içirlərsə, tez-tez atışdırmalar, şirniyyatlara müraciət edirlərsə, məhz o insanlara belə doğru örnək veririk. Bu atışdırmalıqları siz meyvə salatı ilə əvəz edin. Yəni meyvə salatını tək meyvə şəklində də ola bilər və yaxud da meyvə salatı şəklində, dediyim kimi. Meyvə salatında isə onu xəfiflətən məqam nə olur? Üzərinə bəzən yağ əlavə edirik, bəzən çərəzlər əlavə edirik və s. və ilə axır ki, bu bir növ salat formasında olur. Hətta heyva, baxın, heyva tərəvəzlərlə də bir yerdə salatı vardır. Məsələn, cəfəri biraz doğrayırıq, heyva doğrayırıq dördkünc formada. Alma ola da bilər, olmaya da bilər. Boranı tumu biraz qatırıq ora, çərəz olsun, yaxud bəzən qoz qata bilirik. Çox az zeytun yağı ora xəfif də olsa əlavə edirik. Bunu çox qəşəng, sanki meyvə salatı yeyirik. Yəni bu bəzi insanlar üçün bəzən naharı belə əvəz edə bilir. Sərbəst radikalları uzaqlaşdırmaqda böyük bir faydası vardır və antioksidant aktivliyi olduğu üçün də orqanizmi həm çəki balansını normal saxlamaqda, eyni zamanda irtab əleyhinə və immun sistemi gücləndirməkdə, belə deyək, anti-inflamator təsirinə görə heyva meyvəsi digər meyvələrdən çox faydalıdır. Qəbizlikdən əziyyət çəkən insanlar heyvanı çox yeməməlidir. Onun başqa hansı zərərləri var? Deyirsinizsə, diqqətiniz bizdə olsun. Öt kisəsi daşı olanlar, böyrək daşı olanlar, çox ciddi kəskin xəstəliklərdən əziyyət çəkənlər, böyrək çaşmamazlığı olanlar, orqan transplantasiyası etmiş insanlar və yaxud orqan transplantasiyasına ehtiyacı olan insanlar bunlar üçün, yəni ki, qəbul edəcəyi qida qrupunda deyildir. Ümumiyyətlə, belə insanların pəhrizi, qidalanması tamam fərqli olduğu üçün orada belə tərkibi geniş, zəngin olan qida qrupuna bəzən pauza veririk. Dediyim ki, B qrup vitaminlərə allergiyası olanlara o qrup riskli qrupdur və asma bronxitdən əziyyət çəkənlər üçün də biraz ehtiyatlı davranılmasını tövsiyə edərdim. Az öncə mən dedim ki, toxumundan, həllin falan hazırlayanda bəlğəm gətirici xüsusiyyəti var. Amma bronxospazm əmələ gətirmək xüsusiyyəti də ola bilərdi ki, kəskin asma bronxit formalarında da təbii ki, bir çox qadağalar, bir çox meyvə qrupuna qadağalar olduğu kimi heyva da o qrupda nəzərə alınmalıdır. Mədə sallanması olan insanlar var, fitoz deyirlər buna. Heyva meyvəsi çiğ halda yeyildikdə biraz mədədə ağırlaşma verə bilər, həzmə çətinlik verə bilər. O zaman təbii ki, heyva meyvəsinin
dəmlənməsinə üstünlük vermək daha yaxşı olar. Büzüşdürücü funksiyası var. O cəhətdən çox yemək təbii ki, heyvan meyvəsini çox yemək bəli, həm mədə ağırlığı verməklə yanaşı, bağırsaqlarında da bir növ hərəkki funksiyasının zəifləməsinə səbəb ola bilər. Bu heyvan meyvəsinin özünə aiddir, dəmləməsinə aid deyil. Yaxşısı budurum, bu dəfəki məşhur qonaq rubrikasında Elxan Qaraxanoğludur qonağım. Xoş gördüm sizi. Mən də sizi xoş gördüm, salamlayıram. Pozitiv enerjinizlə bu günləri Təbii ki, bizlə mən həm təsadüf- söhbət olacaqsınız. Söhbət ki, yeməkdən düşdü. Artıq hər kəs bilir ki, orada pozitiv olmalı. Çünki hal-hazırda mən həmişə hər kəsə deyirəm ki, əgər yemək hazırlanarkən oxuyursansa, pozitiv söhbət edirsən, yemək də ləzzətli olur və dadlı olur. Bəli, mən də bildiyim qədərilə Elxan bəy çox dadlı yeməklər hazırlayır və hazırlamağı da çox sevir. Yeməyi sevdiyi kimi. Mən həm yeməyi sevirəm, dilləri qurban olan insanlar var. Mən bu şeylərə inanmıram. Belə əlinin üstündə, sağ əlinin üstündə xal Elə varsa deyirlər, çox elə ləzzətli deyirlər. olur. Bizə qonaqlar gəlirdi, inanmırdı. Elə bilirlər ki, tanınmış simada evin altında olan restorana sifariş edir yeməkləri və bizə yedizdirir. Yalandan deyir ki, özüm hazırlamışam. Bir gün gəldi, buraxmadım bunları qonaq otağına, tuzdurdum mətbəxdə. Dedim, Oturun yanınızda siz kartofu hazırlayacağım. soyursunuz, siz bunu eləyirsiniz, siz bunu eləyirsiniz. Və onlarla danışa-danışa, gülə-gülə, hamısı canlı yayım açmışdılar. Yeməklər hazır oldu, danışıb gülə-gülə bir 3-4 növ yemək hazırlamışdım, inanmadılar. Yeganə boynuma alıram ki, bir dənə mən dovğa hazırlayıram. Mən həmişə dovğanı yandırıram. Söhbətimiz heyvadandır əslində. Heyvanın belə deyək, faydalarını geniş şəkildə bizim mütəxəssislər danışıblar. Və siz də heyvanı qida rasionunuzdan əksik tutmayanlardansınız. Nə hazırlayırıq bugün sizlə? Çox sevirəm. Heyva mənim üçün fəsillər boyu həmişə mənim mətbəximdə var. Heyvanın tumlarını hər kəs bilir ki, tumlarını biz təmizləyib, hətta mürəbbə bişirəndə belə mən onları təmizlətib saxıb bankaya yığıram. Heç bir çətinlik tələb eləmir. Gecə sadəcə olaraq heyvanın tumlarını qoyuram Suya? bir fincana və qaynar su əlavə edirəm, qoyuram, dəm alır. Fərqi yoxdur, 5 saat qalacaq, 10 saat qalacaq. Öskürəyin dərmanıdır, bronxların dərmanıdır. Yəni elə bir möcüzəli meyvədir. Hətta həzm. Bəli, həzm problemi olanlara çox gözəl faydalıdır. Çox xeyirlidir. Bu günləri biz heyva salatı hazırlayırıq. İnqrediyentləri gəlin istəyirsiniz sayaq, bizim izləyicilərimiz də bilsin. Yer köküdür, Qaynadılmış. qaynadılmış. Kartofdur qaynadılmış, qarğıdalı Konservləşdirilmiş. Göyərtilərdən şüyüddür və toyuğun sinəsi, sinə ətidir, qaynadılmış formada. Bu gecənin ulduzu, bugünün ulduzu Heyva xanımdır və mayonezdir, səhv eləmirəmsə, bu xamadır bəli. Və bir də turşu xiyar. Nədən başlayırıq birinci? Təbii ki, heyva birinci önəm daşıdığı üçün heyvadan başlayacaq. Necə doğramaq lazımdır onu? Kubik formasında. Heyvadan salat hazırlamağı sevirsiniz. Başqa heyvana nə formada qida rasionunuzu? Mən də sevirəm. Bilirsiniz necədir? Baxın, indi olur... Ətri, dadı bambaşqa olur da, evə olur. qonaq gələndə, evdə işləyən xanımlar bəzən istəyirlər ki, masaya təmizlənmiş meyvə formada gətirsinlər, bəzən asat formasında. Dərhal keçirəm mətbəxə, deyirəm ki, nələr eybəcərdirsə, onları atmayın. Siz təmizlərini təqdim edirsiniz qonaqlara. O qalan bu hissələr var. Məsələn, siz belə təmizlədiniz də, bunu düzdür. Bəli, bəli. Belə formada onları təmizləyirlər. Mən bunlar içinin tumunu təmizləyirəm. Bunlar qalır. İnanın Allaha ki, kompot ən gözəl ilə onlardan hazırlanır. Ətimizi doğrayırıq Günel xanım. Aha, yaxşı. Mən gəlmişəm sizə qonaq, Ceyran mənə bax, bax. Günel xanım buna bax, bax. Bəh, ləzzətlə Bişirim görünür. sizə bir heyva salatı, Ceyran mənə bax, bax. Gözəl mənə bax, bax. Əlavə edirik köklərimizi indi. Kökləri də Kartof yenə əziləcəkdir, yəni o yüzdən. ən sonda. Bəli, ən sonda. Kökümüzü də doğradıq. Keçək qarğıdalını əlavə edək. Qarğıdalını ən sonda Günel xanım əlavə edirik. Yaxşı, bunda kartofu doğrayaq. Kartofu, çünki o əziləcək, o yüzdən. Demək olar ki, hazırdır. Qarğıdalını əlavə edir Günel xanım gözəl əlləri ilə, gözəl ürəyi ilə. Sağ olun. Keçirik xamaya və mayonezə.
Çox dadlıdır. İlk dəfədir ki, heyva salatı yeyirdim mən də. Siz də hazırlaya bilərsiniz. Məkana təşəkkürümüzü bildiririk. Hər şey pozitiv olanda belə gözəl olacaq. Nuş Siz də olsun. hazırlayın, nuş olsun. Artıq bildik ki, heyvadan maksimum faydalanmaq üçün onu buxarda bişirib yemək lazımdır. Gələn həftə yenidən evinizin qonağı olmaq diləyi ilə. Hələlik!